İmamətin məhəbbətinin daxil olmasının bir şərti də bu da olan qəbrini ziyarət eləməkdir. Adam bir dəfə olan qəbrini ziyarət edəndə olan məhəbbəti gəlir. Bəzi insanlar deyir, get imamı məsələn ziyarət elə, deyir, hələ məhəbbəti gəlməyib. Get ziyarət elə, məhəbbəti verəcəklər. Əbdürrəhmandır adlı bir insandır. İmam Hadinin vaxtında yaşayıb imama etiqadı olmayan bir insandır. Samirraya durdu, gəldi mütəvəkkilin vaxtında öz yaşadığı şəhərdən şikayət eləməyə mütəvəkkilə. O dönəmin xəlifəsi idi. Bir neçə nəfər gəlmişdilər. Gəldilər, gördülər ki, cəmaət yığışıb bir yerə sarayın qabağında. Dedilər, nə baş verib burada? Dedilər, heç İmam Hadini çağırtdırıb. Görünən budur ki, desən, ölüm hökmü verəcək. Ona görə bir qrup insanlar da onu sevənlər, onun ətrafı yığışıb və s. Deyir, həmən Əbdürrəhman ki, heç imama etiqadı yox idi. Deyir, boylandı, belə gördü, imam dayanıb kənarda. Məhəbbəti daxil oldu qəlbinə. İmamətin məhəbbətinin daxil olmasının bir şərti də bu da olan qəbrini ziyarət eləməkdir. Adam bir dəfə olan qəbrini ziyarət edəndə olan məhəbbəti gəlir. Bəzi insanlar deyir, get imamı məsələn ziyarət elə, deyir, hələ məhəbbəti gəlməyib. Get ziyarət elə, məhəbbəti verəcəklər. İmamı görən kimi məhəbbəti gəldi, girdi qəlbimə. Deyir, onu dua elədim, ürəyimdə sakit heç kəs eşitmədi. Deyim, Allah onun mütəvəkkilin şərrindən özün xilas elə. Deyir, nəsə oldu, deyir, vəziyyət, məsələ bitdi, imam qayıdırdı. Qayıdanda bir neçə addım keçəndə məni gördü, üzün çevirdi mənə. Dedi, filan, dedim, bəli. Dedi, Allah duavı qəbul edər inşallah. Etdi də inşallah. Dedi, gəl mən sənə bir söz deyim. Dedi, buyur. Sən ki dua elədin, Allah sənə 3 dənə nemət verdi. Nədir? Dedi, uzun ömür verdi sənə, 1. Çoxlu övlad verəcək sənə, 2. Allah ruzu və bərəkət verəcək, çox sərvətli insan olacaqsan. Bunu danışan imama o qədər aşiq olmuşdu ki, elə orada da imama etiqad bəslədi. Ondan sonra bunu danışanda deyirdi, mən bunu başıma gəlib 80 il bundan öncə. İndi sizə danışıram. Doğrudan da elə uzun ömürlü oldunuz. Övlad, bərəkətli övladlar verdi, əhl-i-beyt sevən övladlar. Və çox sərvətli bir insan idi. İmamını dua elədi. İmamımızı dua eləyin. Allah dostların dua eləyin. Getdi səcdəyə. Allahumma kulli vəlikəl duasını kiçik bilmə. Mənim duamla imama nə olacaq? Dua elə. Bir nəfər deyir, bir nəfər məndən dua istədi, dua elədim onu. Getdi, gəldi 2-3 gündən sonra duan qəbul oldu ya, bildin. Tutuldum, qaldım. Bir də ayıldım ki, sən də mənim səsimi Allah eşidirmiş. Bir də ayıldım ki, səsimi eşidirmiş də. Mən çox məyus olmuşdum. Başa saldım, mən eşidir ki, siz narahat olmayın. Bir iki dəfə duavınızı qəbul eləməmişik, o da məsləhət üzündən, başqa şey vermişik sizə. Elə bir siz eşitmirik siz, eşidirik sizi. Başqalarına dua eləyin, kiçik bilməyin bu duaları. Dualarla nə qədər bəlalar sovuşur. Hə, qarşı tərəfi dua edəndə sənə də nə qədər bərəkət nazil olur. O qarşı tərəf çox mühüm insan olsa, çox bərəkət gələr. Çox bərəkət gələr. Allah övliyası olsa. İmam olsa nələr verərlər sənə, Allahu Ekber. Sən Allahümə kulli vəlikəldə nələr alırsan, özün bilmirsən ki.